Salam, hər vaxtınız xeyirli olsun. Ümid edirəm gününüz xeyirli keçir. İndi isə biz sizə Tunc, Erkən Dəmir dövrünü keçir. Demişdik uşaqlar, belə bir qısa sual-cavab eləyək. Əmək alətləri hazırlama texnologiyaları neçə qrupa bölündü? Aha, deyin görüm. Daş dövrü, Tunc dövrü, Dəmir dövrü. Aydındır. Daş dövrü özü neçə qrupa bölündü? Tik-tak, tik-tak. Tik-tak. Aha, aferin. Daş dövrü də özü 3 qrupa bölündü. Qədim daş, orta daş, yeni daş. Qədim daş. Nə adlanır? Paleolit, orta daş. Mezolit, yeni daş, neolit. Daş dövründən Tunc dövrünə keçid nə adlanır? Eneolit. Aydındır. Eneolit. Bunu da bildik. İndi isə bugünkü dərsimiz bizim Tunc dövrüdür. Hansı ki Eneolit dövründə, Eneolit dövrünün sonunda insanlar misin tərkibinə mərgümüşdü, nə bilim, sürmədi, qalay falan qatlar əldə edirlər. Nəyi? Tuncu əldə etdilər. Əla, bunu bildik. Uşaqlar, erkən Tunc dövrü özü neçə qrupa bölünür? 3 dövrə. Erkə Tunc, orta Tunc və son Tunc. Erkən Tunc dövrü adlanan Kür-Araz mədəniyyəti. Bu dövr niyə belə adlanır? Çünki burada araşdırılan abidələr Kür-Araz mədəniyyətində tapılmışdı. Ona görə bu belə adlanır. Erkən Tunc dövrü eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından 3-cü minilliyin sonuna qədər olan dövrə əhatə edir. Əsasən burada nə baş verir? Birinci ictimai mənbə öyküsü baş verir. Mən sizə izah eləmişdim sinifdə, bəs ki, uşaqlar, əmək bölgüləri nə idi? Tutalım ki, əkinçilik idi, maldarlıq idi, heyvandarlıq, sənətkarlıq üçü bir yerdə idi. Onlardakı, məsələn, bir dənə insan axı hamısına baxa bilməz. Onların hərəsi ayrılmalıdır da. Ona görə məsələn, tutalım ki, mən həm heyvana baxmalıyam, həm gedib qarpız, nə bilim, xiyar, pomidor əkməliyim, həm də ki, bu qarpız, pomidor, xiyar, inəyi satmalıyım. Hamısı üçün bir yerdə eləyəmirəm axı. Ona görə dedim ki, ayrımda, məsələn, işçi əlavə gətir. Məsələn, əkinçiliyi ayrım, pomidor, xiyarı başqası əksin. Bir nədir onun adı? Sənətkarlığı məsələn bunlar ayrı damsalsın. Heyvanlarda başqa ayrıqdan, yəni başqası baxsın. Ona görə ayrıldı. Və birinci ictimai mənbə öyküsü nə oldu? Əkinçilik maldarlıqdan ayrıldı. Müstəqil sahəyə çevrildi. Yəni nə müstəqil oldu? Əkinçilik maldarlıqdan ayrılaraq əkinçilik müstəqil oldu. Köçmə yaylaq maldarlığı meydana gəldi. Artıq toxu əkinçiliyi burada süqut elədi. Süqut elədi deyirəm, amma süqut olunmur. Bu dövlət deyil. Sadəcə yəni bitdi və nə yarandı? Xış əkinçiliyi dövrü. Aydındır. Sonra ana xaqanlığı süqut elədi. Nə yarandı? Ata xaqanlığı. Nəyə görə? Artıq analar gücdən düşdü, zəiflədi. Gördülər ki, atalar daha güclü və o yüzdən nə oldu? Ata xaqanlığı yarandı. Sosial bərabərsizlik meydana gəldi. Deməli, uşaqlar, qəbrizması nə vaxt süqut erkən Tuncda nə yarandı? Tayfalar. Tayfalar kim başçılıq edirdi? Ağsaqqallar. Dəfn etmədə dəyişikliklər baş verdi. Artıq ölülər yaşayış yerlərindən ayırıb dəfn olunurdu. Onların üzərinə kurqan qoyulurdu. Baxın. Görürsüz. Belə bir şey idi, yəni. İbadət evləri bunlar izah edəcəm olanda sizə. Ölü yandırma kollektiv dəfn adətləri meydana gəldi. Deməli, uşaqlar bu dövrdə ibtidai xüsusi ibadətgahlar meydana gəldi. İbtidai nə idi? Xüsusi ibadət evləri meydana gəldi. Hansı ki, bunlar harda idi? Xaçmazı, Sərçədəbə, Qazaxdababa, Dərviş, Naxçıvanda, Maxta və Gültəbə. Yenə xəritəyə keçirik. Deməli, nə dedik? Deyin görüm, tez eləyin. Dedik, harda? Xaçmazda, Sərçədəbə, Qazaxda, Baba Dərviş və gördünüz ayrılıb abra görsüz. Burada ayrılıb görürsünüz Naxçıvan. Bu Naxçıvanda nə oldu? Maxta və 1-ci Gültəbə. Başa düşdünüz? Məncə başa düşdünüz. Gəldik yenə. Bu dövr bu qədər. Gəldik Orta Tunc dövrü. Orta Tunc dövrü başqa necə adlandırılır? Demişdim ha sizə. Şəhər mərkəzlərinin yaranması, Naxçıvan mədəniyyəti, boyalı qablar mədəniyyəti. Aydındır. Əla. Bu dövrün uşaqlar illər əsasən eramızdan 3-cü minilliyin sonlarından eramızdan 2-ci minilliyin ortalarına qədərdir. Təxminən 600 il hesab olunur. Bu dövrdə bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq meydana gəldi. Daha sonra ikinci ictimai mövqüsü baş verdi. Nə idi bu? Sənətkarlıq müstəqil oldu. Daha sonra nə baş verdi? İkinci şəhər mərkəzləri yarandı. Hansı ki bu Urmiyada, Göytəpə, Naxçıvanda, Oğlanqala, İkinci Göytəpə, Qarabağda, Nərgizə, Üzərlikdəpə. Urmiyada haradır? Urmiya uşaqlı bir saradır. Bax, İran yazıba bu hissələrdə yerləşir. Əsasən bu hissədə baxın, bu tərəfdə. Urmiya yerləşir. Sonra nə dedik? Qarabağ ərazisində deməli nə idi? Nərgisə və Üzərlikdəpə idi. Urmiyada dedik Göytəpədir. Qarabağ, Nərgisə və Üzərlikdəpə nə qaldı? Naxçıvanda Oğlanqala və 2-ci Gültəpə. Aydındır, məncə aydındır. Bir də uşaqlar burada başqa nə deyə bilərəm sizə? Burada ticarət mübadiləsi meydana gəldi
və əmlak sosial bərabərsizlik artdı və böyük tayfa ittifaqları yarandı. Bu qədər. Gəldik son Duz Erkən Dəmir dövrünə. Bu dövr əsas eramızdan əvvəl 14 və 7-ci əsrləri, baxın əsrləri deyirəm, əhatə edir. Artıq 3-cü ictimai əmək bölgüsü baş verdi. Yəni artıq tacirlər qrupu sənətkarlardan ayrı və tacirlər müstəqil oldu. Atdan miniş, qoşqu və dəvədən yalnız minik vasitəsi kimi istifadə olunurdu. Ayaqla hərəkətə gətirən duluzçuluq, çarxı istifadə olunmaya başladı və 7-ci əsrdə dəmir yarandı və dəmirdən geniş istifadə olunmaya başladı. Hətta Uzuntepe adlı yerdə dəmir tiyələr və tunç dəstəkli qılınclar tapılmışdı. Daha sonra siklopitikilər meydana gəldi. Siklopitikilər nə idi? Müdafiə qalarıydı. Baxın bunlar. Görürsünüz. Meydana gəldi. Əsasən bunlar isə Gədəbəy və Nərgiztəpə Xocavənddə. Və başa bir Gədəbəydə, bir isə Nərgiztəpə Qarabağda. Baxın. Deməli, Xocavənd hardadır? Burada. Gördünüz? Burada nə evə yerləşir? Nərgiztəpə. İndi Gədəbəy tapın özünüz. Tapın, vaxt verirəm sizə. Tapdınızsa aferin. Baxın bura. Burada nədir? Siklopitiklər aydındır. İkisi siklopitiklər. Bir Nərgiztəpə, bir isə Gədəbəydə. Əla. Buranı da bildik. Sonra Ata sitayiş ayini meydana gəldi. Kurqanlar nə vaxt yarandı? Erkən Duzda nə vaxt qurulmağa başladı? Artıq son Duz Erkən Dəmir dövründə artıq müharibə sülh məsələləri meydana gəldi. Artıq təbəqələşmə baş verdi. Hansı ki, indi kasıb var təbəqələr yarandı. Hansı dövrdə yaranıb o burada? Artıq varlılar gördü ki, onlardan da kasıblar var və təbəqələşmə meydana gəldi. Sosial bərabərsizlik artdı. Və bunu isə Qarabağda, Borsunlu, Sarıçoban, Xankəndi, Xocalı bu kimi buradan aşkarlanan qalıqlar göstərir ki, Tunc dövründə bərabərsizlik yaranmışdı. Aydındır, məncə aydın oldu. Və onu deyə bilərəm ki, yaxın şərq mədəniyyət ocaqları sıx əlaqədə olması Azərbaycanın cənubunun ibtidai icma quruluşunun daha tez şimal nisbətən daha tez dağılmasına səbəb oldu və bilir ki, ibtidai cəmiyyət dağılan sonra nə yaranır? Erkən tayfa birlikləri, yəni iç dövlət qurumları. Aydındır, əla. Bu da xəritəni belə göstərəm sizə. Nə harda yerləşir, hansı abidələr. Əla, sağ olun.